Pirallahı sakini Ceyhun bəy 1990-1992-ci illərdə hərbi xidmətini bitirib, 2 il sonra Azərbaycandan çıxaraq Rusiyaya getmişdir. Nə az, nə çox, düz 25 il sonra Azərbaycana geri dönüş edən Ceyhun bəy, qayıdar-qayıtmaz özü ilə çiyin-çiyinə hərbi xidmət göstərən dostlarını unutmamış, onları axtarmağa başlamışdır. Ceyhun bəy qarşısına qoyduğu bu məqsədi həyata keçirməyə çox çalışdı və bəhrəsini gördü. Bütün əskər yoldaşlarını bir yerə yığmaq mümkünsüz olsa da, bir çox qismini toplamağı bacarmışdır. Hoş geldiniz. Hoş geldiniz. Ben PPT'den getirdim. Hoş gelmişsiniz. Pirallahı rayonuna. Allah sizin canını sağ eləsin. Benim əskər yoldaşlarımdır, benim canlarımdır, ürəklərimdir. Bir yerdə əskərimizi çəkmişik. Mənim əskər yoldaşım, xatirələrlə doludur yaddaşım. Darıxma ay əziz bacım, qardaşım, gözlənilməz an gələcəm, səbr elə. Darıxma ay əziz bacım, qardaşım,